Tənqidə qarşı həssas olan insanların çox maraqlı bir davranışları var. Onlar düşünürlər ki, qarşındakı insanın nə hiss elədiyini bilirlər, nə düşündüyünü bilirlər və tez-tez də belə frazalar səslənir. Mən bilirəm ki, o nə düşünür. İndi siz deyəcəksiniz ki, bu belədir. İndi belə fikirləşəcəksiniz ki, bu belədir. Bu çox aldadıcı fikirdir əslində və çox vaxt da bu kontrol illüziyasından irəli gəlir. Çünki əgər mən sənin nə düşündüyünü bilirəmsə, nə hiss etdiyini bilirəmsə, o zaman vəziyyət kontrol altındadır. Çünki belə insanlara kontrolu itirmək təhlükəli gəlir. Çünki bilməmək qeyri-müəyyənlik deməkdir. Qeyri-müəyyənliyə tab gətirmək isə belə insanlara çətindir. Ona görə də o insanlar təxmin eləməyə çalışırlar. Sanki bilirlər və bildiklərinə görə də ona əsasən hərəkət edirlər və vəziyyəti kontrolda saxlayırlar. İkinci məsələ isə bu onları yaxın münasibət qurmaqdan saxlayır. Necə saxlayır? Çünki əgər mən sənin nə hiss etdiyini, nə düşündüyünü bilirəmsə, o zaman mənim səndən soruşmağa ehtiyacım yoxdur. Səninlə maraqlanmağa ehtiyacım yoxdur və beləcə həssas tərəfimlə üzləşməyə, sənin mənə maraqlı olduğunu göstərməyə ehtiyac qalmayacaq. Mən artıq özümlə beynimdə sənin haqqında fikir yürüdəcəm və ona uyğun da səninlə münasibətə girəcəm. Bu münasibət isə yaxın münasibət yox, sadəcə yaxın görünən, ancaq daxilində tənhalıq yaşayan münasibət. Bəs siz necə? Tez-tez başqalarının yerinə qərar verib düşünürsünüzmü?